İndi isə dünyanın ən soyuq paytaxtlarından birindən, Astanadan danışacağıq. Qazaxıstanın paytaxtı olan bu şəhər tez-tez adının dəyişdirilməsinə görə də məşhurdur. Amma ərazisinə görə dünyada 9-cu yerdə olan ölkənin paytaxtı təkcə bunlarla tanınmır. Bəs turistləri orada ən çox cəlb edən nələrdir? Hansı görməli yerləri var? Ora ezam olunan şef redaktorumuz İbrahim Kamiloğlu'nun dilindən eşidək. Bakıdan Azərbaycanın şimal rayonu Qubanın adını daşıyan təyyarə ilə Qazaxıstanın nisbətən şimalı olan Astanaya yola düşdük. 3 saatlıq uçuşdan sonra paytaxt Astananın beynəlxalq hava limanına çatdıq. Müasirliyi ilə seçilən şəhərin ərazisi 800 kvadrat kilometrə yaxındır. Yəni Bakıdan 2,6 dəfə kiçikdir. Əhalisinin sayı isə 1,5 milyon nəfərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. Bu səbəbdən də 1999-cu ildə UNESCO tərəfindən sülh şəhər adına layiq görülüb. Şəhərin əsas ictimai nəqliyyatı avtobus və taksilərdir. Metro olmadığından bəzən tıxaclar da yaşanır. Amma şəhər planlı şəkildə salındığından tıxaclar qısa müddətli olur. Şəhərdə parklar və idman obyektləri çoxluq təşkil edir. Çoxmərtəbəli binaları ilə göz oxşayan şəhər təmizliyi ilə də diqqət çəkir. İqlimi kontinentaldır. Yayda həddindən artıq isti, qışda isə uzun müddətli şaxtalı günlər müşahidə olunur. Astana dünyanın ən soyuq paytaxtlarından biridir. Hətta soyuq olmasına görə dünyada paytaxtlar arasında ikinci yerdə olduğu deyilir. Hazırda 17-30'dur və havanın temperaturu 6 dərəcə Selsidir. Gecə isə bu günlərdə havanın temperaturu 200 dərəcə şaxtaya qədər enə bilir. Gecələr hətta şəhərə görmə məsafəsini xeyli azaldan duman çökür. Paytaxt kimi 1997-ci ildə seçilən bu şəhərin adı bir neçə dəfə dəyişib. Müxtəlif illərdə Aqmolinsk, Selnograd, Aqmola, Astana və Nur-Sultan adlanıb. 2022-ci ildə isə Astana adı yenidən özünə qaytarılıb. Bayterek qülləsi 1997-ci ildə Astana paytaxt seçiləndən sonra şəhərin simvolu sayılır. Hündürlüyü 105 metrdir. Mifik həyat ağacı və sehirli quş nağılından bəhrələnərək hazırlanıb. Binada qalereya, böyük akvarium və restoran, 97 metr yüksəklikdə isə şəhəri seyr etmək üçün rəsədxana yerləşir. Şarın hazırlandığı şüşə günəş şüalarının təsiri ilə rəngini tez-tez dəyişir. Mərkəzi Asiyanın və MDB məkanının ən böyük məscidi olan Həzrəti Sultan da burada yerləşir. Xan Şatır, Xan çadırı Astanaya gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Hündürlüyü 150 metr olan bu tikili dünyanın ən hündür çadırı olaraq Ginnesin rekordlar kitabına düşüb. İçərisində ticarət, ictimai yaşayış obyektləri, idman və oyun zalları, eləcə də uşaqlar üçün əyləncə mərkəzləri var. Çadır polad kabellər şəbəkəsi və xüsusi şəffaf parçadan ibarətdir. Temperatur fərqinin daxilə təsir etməməsi üçün də polimer örtük çəkilib. Astanaya xüsusi gözəllik qatanlardan biri də İşim çayıdır. Şəhəri 2 hissəyə bölən çay iri şəhərlərin içməli su tələbatının ödənilməsində və balıqçılıqda önəmli rol oynayır. Ümumilikdə şəhər insanda çox gözəl təəssürat yaradır. Eyni dinə və tarixi kökə mənsubluq da bura səyahətin cəlbediciliyini daha da artırır. İbrahim Kamiloğlu, Vüsal Cəfərov, Xəzər xəbər.